Trump verdiyi bəlkə vardı, hərbi əməliyyatlar başlayanda, yəni 4-6 həftəlik müddət, yəni həmin müddətdə hərbi əməliyyatları yekunlaşdırmaq istəyində görünür. Yəni 4-6 həftə, haradasa aprel ayının birinci 10 günlüyünə və ya birinci yarısına təsadüf edib və həmin müddətdə hərbi əməliyyatları bitirəcəyinə dair bu vədinə əməl edəcəyini demək istəyir. Ancaq bu məsələ nə qədər realdır, nə qədər mümkün olacaq? Bilirsiniz, o məşhur bir ifadə var, deyir ki, müharibəni başlamaq asandır. Yəni onun vaxtını demək asandır. Amma onun nə vaxt bitəcəyini demək çətindir, qeyri-mümkündür. Bax, bu baxımdan heç kim müharibənin nə vaxt bitəcəyini proqnozlaşdıra bilir. Bu baxımdan da Donald Trump'ın verdiyi vədə əməl edəcəyi hələlik ki, real səslənmir. Bugünün prizmasından baxsaq. Ancaq Donald Trump'ın müharibədən geri çəkilmək və artıq öz məqsədinə çatdığını, yəni burada o özünü bir növ qalib tərəf kimi təqdim edir və qalib tərəf kimi artıq öz məqsədinə çatdığını göstərməklə geri çəkiləcəyini bildirməklə demək olar ki, hərbi əməliyyatları yekunlaşdırdığını və artıq bir növ Amerika üçün bir İran probleminin qalmadığını nümayiş etdirməyə çalışır. Lakin gəlin məsələnin digər tərəfinə baxaq. Doğrudanmı nüvə proqramı, İranın nüvə proqramı ilə bağlı məsələlər öz həllini tapıb? Doğrudanmı İran rejimi dəyişib? Yəni biz bunları real görmürük. Yəni bunların heç bir əslində baş verməyib. İranın nüvə proqramının həlli necə təklif olunurdu? Yəni təklif olunurdu ki, İran ya beynəlxalq öhdəlik götürsün, nüvə proqramının həlli ilə bağlı konkret öhdəliklər götürsün və sonra da həmin o zənginləşdirilmiş uran ehtiyatını ya Amerika Birləşmiş Ştatlarına, ya beynəlxalq atom enerji agentliyinə təhvil versin. Ən pis halda isə üçüncü bir ölkəyə, yəni konkret Rusiyanın adı çəkilirdi ki, üçüncü dövlətin ərazisinə daşınmasına razılıq versin. Yəni İranın əlində zənginləşdirilmiş uran ehtiyatı qalmasın, İranın əlində bu məqsədlə istifadə olunan sentrifuqalar və laboratoriyalar qalmasın və İran bir mənalı şəkildə beynəlxalq öhdəlik götürsün ki, o heç vaxt deməli nüvə silahı əldə etməyə qarşısına məqsəd qoymayacaq və bundan da istifadə etməyəcək. Hətta bilirsiniz ki, 2013-cü il yanvarın 16-sında İranın keçmiş ali rəhbəri Ayətullah Seyyid Əli Xameneyinin bir fətvası var və həmin fətvaya görə nüvə silahı, ümumiyyətlə kütləvi qırğın silahı haram hesab olunur və bunu əsas gətirərək İran rejimi bildirirdi ki, biz kütləvi qırğın silahını əldə etmək niyyətinə deyilik və məqsədimiz də heç də sadəcə olaraq uranın zənginləşdirilməsindən dinç məqsədlər üçün istifadə etməkdir. Ancaq burada bir yayındırıcı məqamlar var idi. Əslində fundamental İslamda nüvə silahlı anlayışı yoxdur. Şəriətdə nüvə silahlı anlayışı yoxdur. Əgər İran bu qədər şəriət qaydalarından danışırsa, hər şeyi şəriətlə əlaqələndirirsə, necə ki, an-ban biz edam cəzalarının şahidi ola bilirik və əslində qətl hadisələri törədir. Rejim faktiki qatil imicindədir hal-hazırda günahsız insanların edamı ilə məşğul olmaqla və bütün bunları üzdə şəriət qaydaları ilə əlaqələndirərək bunu həyata keçirdiyini bildirir. Hansı şəriət qaydası da əlbəttə ki, bu da sual altındadır. Ancaq digər məsələlərdə işinə yaramayanda niyəsə şəriət qaydaları yadına düşmür. Onun həyata keçirdiyi edamlar, üzr istəyirəm, edam edilməsi üçün yaşı düşməyən genç qızların
zorlanması, ləkələnməsi, bu kimi, yəni İslamın, şəriətin, dinin adından istifadə edib bu kimi cinayətlər törətmək, gənc uşaq, gənc deyilən, üzr istəyirəm, az yaşlı uşaqları, yeniyetmə, az yaşlı, bəli, 12-13 yaşında uşaqları cənnətə getmək adı ilə ölümə göndərmək, müharibəyə göndərmək, yəni bundan böyük həyatda cinayət yoxdur. Və ya etirazda iştirak edib deyə özünün siyasi haqqını və yaxud da sosial haqqını tələb edib deyə hansı şəriət qaydasında, hansı İslam qanunlarında həmin şəxsi edama göndərmək qaydası mövcuddur? Bu da əlbəttə ki bir retorik sualdır. Yəni bu sadəcə olaraq gözdən pərdə açmaq idi və məqsəd o idi ki, müəyyən hansısa bir məqama çatanda İran özünün müdafiə hüququ adı altında deməli, həmin fətvadan yayınıcıydı və bunu da elədilər. Xamneyinin ölümündən sonra həmin fətvanı qüvvədən düşmüş elan elədilər və artıq indi də nüvə silahlarının yayılmamasına dair beynəlxalq konvensiya, deməli, konvensiyadan çıxdıqlarını bildirirlər. Bütün bunlar göstərir ki, istənilən vaxt onlar nüvə silahı əldə edə bilərlər, istənilən vaxt İran həmin silahı başqa dövlətlərə, başqa xalqlara tətbiq edə bilər. Bilirsiniz, mən çox təəssüf edirəm ki, sadə Amerika vətəndaşları təhlükənin nə qədər ciddi olduğunun fərqində deyirlər. Məncə, indi Trump əleyhinə bilirsiniz ki, Birləşmiş Ştatlarda etiraz aksiyaları keçirilir, müharibənin dayandırılır. Ancaq onlar sanki bir növ belə deyək də, bizim İran bizim düşmənimiz deyil kimi, yaxud bu müharibə bizə lazım deyil kimi bir mövqedən çıxış edirlər bəzən. Ancaq onu anlamırlar ki, siz İrana düşmən kimi baxmazsanız da İran sizə düşmən kimi baxır. Necə ki, konstitusiyasında da baxır, bunu ifadə edir. Sizin mövcudluğunuzu qəbul etmək istəmir və istənilən vaxt hər cür terrora, hər cür cinayətə əl atmağa hazırdır. Bax, bu məsələlər var. Ona görə də mən düşünürəm ki, İranın nüvə proqramından imtina etməsi, yəni İranın nüvə proqramı məsələsi həllini tapmayıb və bu məsələnin öz həllini tapdığını iddia etmək fikrimdir daha çox Trump bu məsələnin daxili auditoriya təzyiqlər qarşısında, yəni o etiraz aksiyaları qarşısında, müxalifətin təzyiqləri qarşısında daxili auditoriyaya yönəlmiş bir mesajdır. Digər tərəfdən də müəyyən bəzi ərəb ölkələri bilirsiniz ki, narazılıq edirlər təhlükəsizlik problemlərinə əlaqədar. Ola bilsin ki, və neftin qiyməti ilə qədər, ola bilsin ki, həmin ərəb ölkələri sakitləşdirilməyə hesablanmış bir adımdır. Ancaq Trump bir müddət nə demişdi öncə? Bir müddət öncə dedi ki, biz çalışırıq ki, hər 2 ildən bir bura qayıtmayaq. Yəni, biz yenidən müharibə etmək üçün İrana qayıtmayaq, məsələni bir dəfəli həll edək. Ona görə də müharibənin davam edəcəyini düşünürəm və İranın müdafiə naziri, Amerika Birləşmiş Ştatları müdafiə naziri Pete Hegseth də bildirib ki, yəni biz 4-6 həftədə deyə bilərik, 6-8 həftədə deyə bilərik, daha çox vaxt deyə bilərik. Bunu heç kim konkret deyə bilməz. Bax, bu baxımdan da müharibənin davam edəcəyini mən hesab edirəm ki, mümkün, daha doğrusu müharibə davam etməsi ehtimalı daha çoxdur. Xüsusilə də indi bilirsiniz ki, İran sərhədinə quru qoşunları yığılır və İrana qarşı bir quru əməliyyatının keçirilməsi ehtimalı var və bu məsələnin gündəmə gəlməsi müharibənin uzanması ehtimalı daha da artırır. Bir də bilirsiniz, burada İsrail faktoruna nəzər almaq lazımdır. İsrail, məsələn, İranda, Trump deyir ki, İranda rejim artıq dəyişib, amma İsrail belə hesab etmir. Ona görə də İsrail hərbi əməliyyatların davam etdirilməsində maraqlıdır. Bugün Amerika Birləşmiş Ştatları çəkilsə belə, İsrailin tam çəkiləcəyini mən düşünmürəm. Çünki bilirsiniz, İsraildə oktyabr ayında parlament seçkiləri keçiriləcək. Və bu seçkilərdə baş nazir Benjamin Netanyahu'nun liderlik etdiyi radikal qüvvələr, daha doğrusu onun liderlik etdiyi sərt qanat, yəni hansı ki olar dini mövqeyi, dini
partiyalardır. Bəli. Ultra sağçılar da deyilir onlara, bəli. Ultra sağçılar üzrə fikrim yayındır. Onlar bunun müharibəni davam etdirməklə cəmiyyətin dəstəyini qazanmağa çalışırlar. Müxalifətdə də sağ qanatdır, yəni ultra sağçı qanat var. Məsələn, Naftali Bennetin o dini kəsimə, elektoratına olan böyük deməli, iddiası var. Yəni, öz tərəfinə çəkmək üçün seçkilərdə qalib gəlmək. Onlar da mühafizəkar qüvvələrdir. Bax, bu baxımdan bir rəqabət var seçki öncəsi və çalışır ki, Benyamin Netanyahu oktyabr ayında keçirəcək seçkilərdə qalib gəlsin. Ona görə də xaricdə bir düşmənə qarşı mübarizə bugün İsrail cəmiyyətinin onun ətrafında birləşdirə biləcək əsas faktor kimi çıxış edir. Bu baxımdan da mən düşünürəm ki, hətta müharibə bugün dayansa belə, bu qısa müddətli bir ateşkəs ola bilər. Yəni, razılaşdırılmamış ateşkəs və qısa müddətdən sonra yenidən pozula bilər. Yəni, müharibə fasilələrlə davam edə bilər. Ona görə də bilirsiniz, üstəlik ki, İrandakı rejimin dəyişdiyini iddia etmək qeyri-mümkündür. Çünki İrandakı hakimiyyət, yəni 1979-cu ildən bəri davam edən o 47 illik hakimiyyət hələlik öz siyasi kursunu qoruyub, saxlayıb. Məncə, burada daha çox Trump həm də ümid edir ki, artıq onlar çəkilib geçsələr, müharibə dayansa, İran daxilində müəyyən bir etirazlar baş qaldıra bilər və cəmiyyət artıq mövcud rejimin qalıqlarını devirə bilər. Ancaq rejimin müqaviməti göstərir ki, hələ də onlar müəyyən qədər öz gücünü qoyub saxlaya bilirlər. Və bu gücü tam, belə deyək də, sıfırlayana qədər müqavimət potensialını tam aradan qaldırıb zəiflədənə qədər hərbi əməliyyatlar davam edəcək və bu məsələdə ərəb ölkələrdə, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı çalışırlar. Deməli, Amerika Birləşmiş Ştatlarının prezidenti inandırsınlar ki, İran böyük təhlükədir və bu təhlükənin müqavimət gücü tamamilə zəiflədilənə qədər hərbi əməliyyatlar davam etməlidir. Ona görə də, çünki Hörmüz boğazı ətrafında baş verən proseslər də göstərdi ki, İranın hazırda mövcud olan hərbi potensialı beynəlxalq ticarət münasibətləri üçün, yalnız Amerika Birləşmiş Ştatları, yalnız İsrailin maraqları üçün deyil, həm də beynəlxalq ticari münasibətlər üçün ciddi təhlükə yaradır. Bax, bu təhlükəni aradan qaldırmaq üçün hərbi əməliyyatların davam etdirilməsi mümkün ola bilər. İndi Trump bunu deyib, burada mən düşünürəm ki, yenə deyirəm, həm ölkə daxilində gedən mitinglər, həm müxalifətin təzyiqləri fonunda bunu deyə bilər. Ancaq bir mənalı şəkildə demək ki, biz öz məqsədimizə çatmışıq, bu real görünmür. Əgər məqsədinə çatsaydı Trump, İran ətrafına qoşun yığılmazdı, hərbi əməliyyatları davam etdirməzdi. Ona görə də bugün İran rejimini ayaqda saxlayan, hansı ki ideoloji liderlər ki vardı, vaxtilə İslam inqilabının baş verməsindən bu yana onun əsas sütunları olublar. Məsələn, bugün onlardan biri Ali Məhkəmə Hakimiyyətinin rəhbəri eşiyinin öldürüldüyü barədə məlumat yayılıb. Yəni, bu adam qatildir, cinayətkardır və minlərlə insanın bir neçə dəqiqəlik məhkəmələrlə həyatına deməli həyatına son qoyulmasına, edamına qərar vermiş adamdır. Bu kimi adamlar tamamilə aradan qalxmayana qədər İranda hansısa bir rejim dəyişikliyindən söhbət gedə bilməz. Yalnız o halda bu mümkün ola bilər ki, artıq İranın deməli bugün əsas siyasi, hərbi, ideoloji gücünü əlində saxlayan, nəzarət edən bütün proseslərə deməli mərkəzdən, o idarəetmə mərkəzi artıq dağılsın, aradan qalsın və cəmiyyətdə bir, necə deyərlər, mərkəzdən qaçma prosesi başlasa, o zaman demək olar ki, hə. Ancaq bugün İranın qalmasında
biz unutmamalıyıq ki, Rusiya və Çin də maraqlıdır. Bax, bu prosesi qarşısı alınana qədər düşünürəm ki, Amerika Birləşmiş Ştatları hərbi əməliyyatları davam etdirməlidir. Əgər davam etməsə, o zaman bir növ İranın Amerika Birləşmiş Ştatlarının və İsrailin əleyhinə bir məğlub təbliğatı gedəcək. 2023-cü ildə bilirsiniz ki, Səudiyyə Ərəbistanı ilə və İranı barışdırmaqla Çin yaxın şərqdə özünün hegemoniyasını təmin etmiş oldu və qüvvələr nisbətini özünün xeyrinə dəyişmiş oldu və vaxt ərəb ölkələrinin də deməli İbrahim sazişlərinə qoşulması prosesi yarımçıq qaldı və Səudiyyə Ərəbistanı da bu prosesdən döndü və Çin İrana investisiya Səudiyyə Ərəbistanı investisiya qoyuluşuna dair müqavilə də imzaladı. Bax, indi isə bu müharibə imkan verib ki, Birləşmiş Ştatlara həmin o balansı öz xeyrinə dəyişsin. Yəni, ərəb ölkələrinə qarşı müharibə, o cümlədən də deməli, İranla Səudiyyə Ərəbistanı arasındakı keçmiş düşmənçiliyin yenidən bərpa olunması qüvvələr nisbətini tamamilə dəyişib. İndi yenidən əslində biz bilirik ki, burada bir pərdə arxasında Çin-ABŞ döyüşü gedir. Və bu döyüşdə ABŞ-ın geri çəkilməsi istər-istəməz Çinin regionda yenidən üstünlüyünü təmin edə bilər. Bax, bu məsələdə onda Trump Çinə may ayında səfər edəndə hansı əlini gücləndirən amillərlə gedəcək? Hansı məqsədinə nail ola biləcək? Mən buna inanmıram. Və əslində Pakistanda gedən danışıqlar da bilirsiniz ki, Pakistan Çinin yaxın müttəfiqidir, dostudur və Çinin təsir dairəsində olan bir ölkədir. Ona görə də Pakistan platforması... Amerika ilə də kifayət qədər yaxşı əlaqələri var amma. Amerikanın da keçmiş müttəfiqidir və eyni zamanda Sülh Şurasının üzvüdür Trump'ın yaratdığı. Ona görə də Pakistan bir ortaq platformaydı. Çinlə Pakistanın, Çinlə Amerika Birləşmiş Ştatlarının bir ortaq platforması kimi o çıxış etdi və sülh danışıqlarına nail oldu. Türkiyə də bu kursu dəstəkləyirdi. Amma məsələ burasındadır ki, görünür ki, İran rejimi hələlik heç kimi deməli, qəbul etmək fikrində deyil, ancaq özünün o israrlı mövqeyində qalır və yenə də o vaxtilə yaradılmış o yaşıl zolaq, yəni orta şərqdə yaradılmış SSR-nin təbliğatının, SSR-nin ideoloji və siyasi təsirinin Cənub Orta Şərqə yayılmasının qarşısını almaq üçün yaradılmış o yaşıl zolaq hələ təhlükə mənbəyi olaraq qalır və o yaşıl zolağın rəngi dəyişməyənə qədər oradakı rejim aradan qalxmayana qədər təhlükəni soğuşmuş hesab etmək olmaz. Ona görə də yəqin ki, müharibənin yenidən başlanması üçün bir müddətdən sonra yeni argumentlər ortaya çıxır. Müşfiq bəy, İran prezidenti Pezeşkiyanın az öncə mən Antonio Costa ilə telefon danışığından bəhs etmiş oldum və o Costa ilə danışığı zamanı deməli Avropa İttifaqı Şurasının rəhbəri Antonio Costa ilə telefon danışığı zamanı Tehranın mövcud geosiyasi şəraitdə yeni diplomatik istiqamət axtarması meyllərini dilə gətirib. Yəni bu başa düşülüb. Yəni telefon danışığının məzmunundan məhz bu məsələ başa düşülür və təbiidir ki, Avropanın maraqları ilə Amerika Birləşmiş Ştatlarının maraqları tam üst-üstə düşmür. Təbiidir ki, Avropa dövlətlərinin böyük əksəriyyəti hazırda yaxın şərqdə baş verən deeskalasiyanın, yəni eskalasiyanın aradan qalxmasının, deeskalasiyanın yaşanmasının tərəfdarıdırlar. Ola bilərmi ki, bax elə onlar arasında olan bu mövqe fərqindən, mövqe ziddiyyətindən İran həm istifadə edir, həm bölücülük siyasətini burada həyata keçirir, həm də elə açıq şəkildə dəstəyini də əldə etmək istəyir. Çünki Hörmüz boğazında olan məsələlər, məhdudiyyət və s. həm də Avropada axı enerji təhlükəsizliyini sual altına qoyur. Tamamilə haqlısınız, doğru dediniz. Yəni İran əslində bu məsələdə yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Yəni, çünki bugün Amerika Birləşmiş Ştatları Avropa ilə ciddi fikir ayrılığı yaşayır. Hətta Birləşmiş Ştatların dövlət katibi Marco Rubio bildirib ki, biz
yaxın şərhdən çəkiləndən sonra, yəni müharibə çatandan sonra NATO ilə münasibətlərimizə yenidən baxacağıq. Yəni bu da göstərir ki, yəni bu bir növ Avropa ölkələrini hədələməkdir ki, yəni bugün bizim yanımızda olmasanız, bizə dəstək verməsəniz, biz də sizin təhlükəsizliyinizə heç bir zəmanət verə bilmərik. Ancaq İran da bu məsələdə çalışır yaranmış vəziyyətdən istifadə eləsin. Görünür burada bir növ, həm də bir Çin xətti özünü büruzə verir. Ancaq məsələ burasındadır ki, bugün İran bu məsələni Sepahın birbaşa İslam İnqilabı Keşikçiləri Korpusunun əli ilə edə bilmir. Çünki Avropa İttifaqı İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanıyıb, cinayətkar bir orqan kimi tanıyıb və ona görə də bugün daha çox Avropa ilə danışıqlarda daha çox hüququn, diplomatiyanın belə deyək, ona meyilli olan münaqişədən uzaq tərəf kimi özünü təqdim etməyə çalışan Pezeşkiyanın belə adı çəkilir, onu irəli verirlər. Ancaq Pezeşkiyan heç bir səlahiyyət sahibi deyil əslində. Yəni, əvvəlki prezidentlərlə müqayisədə görürük ki, bizim istər İbrahim Rəisini götürək, istər Həsən Ruhanini götürək. Yəni, əvvəlki prezidentlərlə müqayisədə bugün Məsud Pezeşkiyan kifayət qədər səlahiyyətsiz və heç nəyə, heç yerdə sözü keçməyən bir adam təsiri bağışlayır və bu baxımdan da onun nəyisə dəyişəcəyini demək çətindir. Digər tərəfdən də əgər İran tərəfi belə məsələlərin ədalətli, beynəlxalq hüququ, mən o danışıqların məzmununu oxudum. Yəni, düz deyil, məsələn, Antoni Koşta da indi elə bir qurumu təmsil edir ki, o Avropa İttifaqı Şurasının prezidentidir və onun sərsləməz ritorikasında diplomatiya, danışıqlar, sülh üstünlük təşkil etməlidir. Beynəlxalq hüququn prinsipləri, bunlara əməl edilməsi üstünlük təşkil etməlidir. Ancaq əgər gəlin İrana var, İran doğrudan mı hər şeyin sülhlə həllinin tərəfdarıdır? Doğrudan mı hər şeyin beynəlxalq hüquqa uyğun həllinin tərəfdarıdır? 12 yaşında uşaqları ölümə göndərmək, müharibəyə göndərmək, cənnətə gedirsən deyib qırğına vermək doğrudan mı? Onda niyə yadına düşmürdü İranın? Niyə yadına düşmürdü beynəlxalq hüquq? Niyə yadına düşmürdü diplomatiya? Niyə yadına düşmürdü ədalət? Əvvəlcə Amerika Birləşmiş Ştatları, sizin səsiniz gəlmir. Dedi ki, o zaman açıldı. Açılmı? Bəli. Təkcə Hörmüz boğazında etdikləri belə, yəni hüquq normalarını heçə saydığının göstəricisidir İranın. Bəli, bəli. Yəni bilirsiniz, bu İran hətta yalnız indi deyil, bir neçə il bundan qabaq Husilər 2023-2024-cü illərdə Ənsarullah terror təşkilatını Yəməndə kim yaratmışdı? İran yaratmışdı. Husilər kim silahlandırmışdı? Orada mən xatırlayıram, bir neçə il bundan qabaq Yəməndə müharibə gedəndə bir az yaşlı qızın acından ölmüş az yaşlı qızın şəklinə baxdım. Çox dəhşətli bir mənzərə idi, yəni o foto şəkli. 14 yaşında bir qızın şəkli yayılmışdı dünya mətbuatında. Bunun səbəbkarı, o müharibənin səbəbkarı kim idi? İran. Nə idi İranın məqsədi? İranın məqsədi Yəmən xalqını qırğına verdirmək, məzhəbsəl zəmində bir-birinə qırdırmaqda məqsədi nə idi? Öz mənafeyini güdmək. Hansı beynəlxalq hüquqa sığır bu? Məqsədi nə idi İranın? Bab-el-Məndəb boğazını bağlamaq. Və 2023-2024-də bunu təkrar elədi. Yəni, Qırmızı dənizdən keçən gəmiləri ateşə tutmaqla dünya ticarətində böhran yaratmağa çalışdı. Eyni zamanda Yəmən ərazisindən Səudiyyə Ərəbistanında şiyələr yaşayan bölgəyə müdaxilə etmək, orada deməli Səudiyyə Ərəbistanının ərazisini parçalamaq, orada münaqişə yaratmaq. Yəni, bunlar sanki rahat dayana bilmirlər və harada bir təxribat ocağı axtarırlar və tapma bilsələr,
orada çalışırlar ki, müdaxilə eləsinlər, orada nəsə bir vəziyyəti gərginləşdirsinlər və sanki qan axıtsınlar, insanları gözü yaşlı qoysunlar, insanları ölümə sürükləsinlər. Yəni bunlar dinç yollarla öz məqsədlərinə çata bilmirlər. Hər yerdə müharibə, hər yerdə qırğın, hər yerdə terror. Yəni bütün bunlar göstərdi ki, İran bu müharibə açıq aydın şərait yaratdı ki, İran özünün terrorçu dövlət olduğunu apaydın ortaya qoysun, xüsusilə də uşaqların öldürülməsi, ölümə verilməsi. Günaz TV'nin efirində də mən baxıram, çox yaxşı faktlar göstərilir orada. İran-İraq müharibəsində minalanmış sahəyə az yaşlı uşaqların yeridilməsi və minaların partladılmasında onlardan istifadə olunması. Bax, bunları nə Allah götürər, nə bəndə götürər. Yəni bu nə dinə sığır, nə imana, o il arasında bir söz var. Yəni bu baxımdan da indi İran artıq anlayır ki, İranın o aparıcı liderləri məhv olduğuna görə İran çox xeyli zəifliyib. Artıq onun silahı da, hərbi potensial da getdikcə azalır. Yəni anlayır ki, bir gün onun gücü tükənəcək. Bir gün o artıq təslim olmaq məcburiyyətində qalacaq. Bir gün o artıq bu rejim getmək məcburiyyətində qalacaq və xalq özü öz talihini həll edəcək. Ona görə də görünür, başqa dövlətlərdən, başqa ölkələrin dəstəyini, köməyini almaqla vəziyyətdən çıxmağa çalışırlar. Ancaq ki, mən inanmıram ki, Avropa İttifaqı, onlar da vəziyyəti çox aydın hüquqi dövlətlər və Avropa ölkələri və onlar da anlayırlar ki, vəziyyət nə yerdədir. Mən inanmıram ki, onlar bu məsələdə İranın səmimiyyətinə inansınlar və ona hər hansı bir kömək etsinlər. Bəli, bir məlumatı da diqqətinizə çatdırmaq istəyirəm. Trump İranla bağlı Amerika xalqına müraciət edəcək. ABŞ prezidenti Donald Trump aprelin 1-də İrana qarşı hərbi əməliyyatla bağlı Amerika xalqına müraciət edəcək. Məlumatı Ağ Evin mətbuat katibi Caroline Leavitt açıqlayıb. Bildirilir ki, sabah axşam saat 21:00-da, yəni Bakı vaxtı ilə 2 aprel tarixində Prezident Trump İranla bağlı mühüm yeniliklər təqdim etmək üçün millətə müraciət edəcək. Nələr yer ala bilər? Sizcə proqnoz verə bilərikmi Müşfiq bəy? Burada əslində bugün Trump'ın deməlidir, cəbhə xəttindəki vəziyyətlə verdiyi açıqlamalar arasındakı ziddiyyət, yəni burada bir mənalı fikir yürütməyə imkan verir. Çünki məsələn bir tərəfdən müharibənin yeni mərhələsinə keçəcəyi, yəni yeni daha ağır müharibənin başlanacağını ifadə edən quru qoşunlarının yığılması və əlavə qüvvələrin cəmləməsi bizə deməyə əsas verir ki, Trump Amerika Birləşmiş Ştatlarına müraciətində deməli, onlara təhlükənin nə qədər ciddi olduğunu, bu hərbi əməliyyatın nə qədər vacib olduğunu izah etməyə çalışacaq və bildirməyə çalışacaq ki, növbəti mərhələdə İran rejimi tam çökənə qədər bu müharibə həyata keçirilməlidir, əməliyyatlar davam etməlidir və bundan sonra İran Amerika Birləşmiş Ştatları dünyada böyük qələbə qazanacaq. Yəni mən ötən proqramlarımızdan birində dedim ki, Trump çalışacaq ki, qarşıdan gələn seçkilərdə bu məsələni bir qələbə kimi təqdim etsin və bu qələbə kampaniyasına çevirsin. Yəni onun istər indi çəkilsin, istər bir ay sonra çəkilsin, o artıq öz sözünü deyil və qələbə qazandığını deyil və bildirir ki, biz öz məqsədimizə çatmışıq, rejimi verilmişik, Ayətullah rejimi verilmişik, nüvə təhlükəsini aradan qaldırmışıq və bundan bir qələbə kampaniyasına çevirsin. Yəni bu baxımdan da ola bilər ki, Trump Amerika xalqına bildirsin ki, hərbi əməliyyatların getməsi, həyata keçirilməsi vacib idi. Mən bunu etdim və artıq yekunlaşmaq üzrədir və növbəti mərhələdə də biz bunu davam etdirməliyik. Yəni, çünki müəyyən bir etirazçı kütlə var və son proseslər də göstərir ki, Trump'ın reytingi
33%-ə düşüb, yəni onun xeyli aşağı düşüb reytingi. Bu baxımdan da təbii ki, Trump bu məsələlərə layiqliyiz qala bilməz. Ona görə də bunu əsaslandırmaq üçün cəmiyyətə müraciət edir. Digər arqument ondan ibarət ola bilər ki, yəni Trump artıq müraciət edə bilər, bayaq dediyimiz məsələni söhbətə qayıdaq ki, yəni artıq hərbi əməliyyatların yekunlaşdığını deyə bilər və bildirə bilər ki, Amerika Birləşmiş Ştatları öz məqsədinə çatıb, qələbə qazanıb, uğur qazanıb, çox az itki ilə düşməni məhv edib və Ayətullah rejimi, İranda teokratik rejimi devilib, nüvə təhlükəsi aradan qalxıb və indi artıq müharibəni başa çatdırmağın vaxtıdır. Yəni, daxili təzyiqlər fonunda geri çəkilə bilər. Yəni, bu iki məqam ola bilər. Ancaq mən düşünürəm ki, hərbi əməliyyatlar hələ davam edəcək və bu baxımdan da Trump'ın özünün də o 4-6 həftə və indidən sonra da onu 6-8 həftədə ifadəsində işlətməsi göstərir ki, Trump hələ müharibəni davam etdirmək niyyətindədir və sadəcə olaraq bunu əsaslandırmağa çalışacaq və xalqa öz uğurlarını təqdim edəcək, onlara inandırmağa çalışacaq ki, biz məqsədimizə nail olmuşuq və Amerika, ən güclü Amerika, ən qüdrətli Amerika ideyasını qarşıdakı seçkilərdə məqsədə qoymuşdur. O məqsədə çatmışıq və indi biz buna artıq son mərhələdəyik və bunu həyata keçirmək üçün bu əməliyyatları davam etdirməliyik. Bax, mənim fikrimcə Trump'ın daha çox böyük ehtimal ki, o daha çox hərbi əməliyyatların davam etdirilməsinə Amerika xalqını inandırmaq üçün bir müraciətində bu fikirlər daha çox yer alacaq. Aydındır, Müşfiq bəy, minnətdarıq sizə dəvətimizi qəbul etdiyiniz üçün, maraqlı şərhinizi, fikirlərinizi bizimlə bölüşdüyünüz üçün. Sağ olun, teşekkür. Sağ olun. Bəli, əziz izləyicilər, qonağımız siyasi ekspert Müşfiq Abdullah idi və proseslərin gedişatından danışmış olduq. Eyni zamanda ABŞ prezidenti Donald Trump'ın bugün Ağ Evdə jurnalistlərə verdiyi müsahibədə 2-3 həftə ərzində biz müharibəni bitirəcəyik bəyanatını səsləndirməsi üzərinə də reallıqların hər nə qədər bu mesajla uyğun gəlib gəlmədiyini əlaqələndirmiş olduq, təhlil etməyə çalışdıq. İstənilən halda vəziyyət heç bir halda İranın xeyrinə deyil, lehinə deyil. Elə az öncə Müşfiq bəyin də qeyd etdiyi kimi, əgər Amerikanın ki elə bugün Bakı saatı ilə 2 aprel tarixində Donald Trump'ın Amerika xalqına müraciətində də ola bilsin ki, bildirəcəyi müharibənin bundan sonra daha qızğın fazaya keçid etməsi, quru qoşunlarının artıq devrəyə keçməsi məsələləri reallaşarsa, bu özü də artıq müharibənin taleyini həll edəcək bir dönüşdür müharibədə. Bilirik ki, ənənəvi müharibə metodları olduqca önəm kəsb etməkdədir müharibələrin taleylərində və əlbəttə ki, İranla da Amerika Birləşmiş Ştatları və İsrailin hərbi imkanları, potensialı müqayisəyə gəlmir. ABŞ və İsrail potensialı, hərbi potensialı olduqca qat-qat üstündür. Bir məlumatı da diqqətinizə çatdırmaq istəyirəm. Birləşmiş Ərəb Əmirlikləri Hörmüz boğazını gəmiçiliyi açmaq üçün Amerika Birləşmiş Ştatlarına hərbi yardım göstərməyə hazırlaşır. The Wall Street Journal qəzeti xəbər verir ki, Əbu Dabi BMT Təhlükəsizlik Şurasının belə bir addımı təsdiqləyən qətnaməsi üçün lobbilik edir. Bundan əlavə Birləşmiş Ərəb Əmirliyi diplomatları Avropa və Asiya ölkələrini Hörmüz boğazından naviqasiya azadlığını təmin etmək üçün koalisiya yaratmağa çağırırlar. Adı çəkilməyən Birləşmiş Ərəb Əmirliyi rəsmisi bildirib ki, ölkə Əbu Dabinin münaqişədə necə iştirak edəcəyini fəal şəkildə araşdırır. Nəşrin yazdığına görə Birləşmiş Ərəb Əmirliyinin belə bir addımı yaxın şərqdə mövcud münaqişədən sonra da davam edəcək gərginlik yaradacaq. Əlbəttə ki, bu gərginliyin yaranmasına elə başlıca səbəb verən məhz İran tərəfi oldu. Çünki İsrailin Amerika Birləşmiş Ştatlarının hücumlarına qarşılıq olaraq
digər dövlətləri, digər ölkələri də İran bu müharibə arealına çəkməyə çalışdı. İlk zərbələrini elə həmin haqqında bəhs etdiyimiz Birləşmiş Ərəb Əmirliyinə, Dubaya, mülki infrastrukturlara, hava limanlarına həyata keçirdi. Hətta itkilərin olduğu da verilən məlumatlarda bildirilirdi və belə bir gərgin vəziyyətin İranın özünün addımları nəticəsində yaranması bugün artıq bugünkü mənzərədə heç də İranın maraqlarına xidmət etmir və beləcə artıq ABŞ əhatəsində koalisiyanın daha da genişlənməsi ilə mən hesab edirəm ki, elə Trump'ın açıqlamasında, jurnalistlərə Ağ Evdə verdiyi açıqlamasında 2-3 həftə ərzində hədəflərimizə nail olacaq fikri də reallaşma perspektivləri demək olar ki, artmış olur. İstənilən halda bunlar sadəcə ehtimallardır, proqnozlardır və hadisələri yaşadıqca, zaman keçdikcə biz hadisələrin hansı axarda davam etdiyini və nəticələrin nədən ibarət olduğunu daha dəqiq biləcək və indi elə ən son məlumatları sizə çatdırdığımız kimi elə bu savaşın gedişatı ilə də bağlı, yetişdiyi zaman nəticələri ilə də bağlı sizə anban ən real məlumatları, obyektiv təhlili çatdırmağa çalışacaq və siz isə bizi canlı olaraq Uydupek və YouTube kanalları üzərindən izləmiş olacaqsınız. Elə bugünkü yayınımızda da olduğu kimi yalnız izləməklə kifayətlənməyin, mövqeyimizi dinləməklə kifayətlənməyin. Həm də bu mövqeyimizin daha geniş auditoriyaya yayılması üçün Günas TV kanalına abunə olmağı, verilişimizi bəyənməyi, paylaşmağı və canlı şərh bölməsinə də fikirlərinizi yazmağı unutmayın. Qətiyyən heç bir kommersiya, maliyyə maraqlarımız mövcud deyil. Belə, əziz izləyicilər, gündəmdə baş verənlərdən, elə məxsusi olaraq yaxın şərqdə baş verənlərdən, savaşın gedişatından, anban məlumatlardan xəbərdar olmaq üçün gözünüz, diqqətiniz bizim mövqedə, Günas TV-də olsun. Növbəti buraxılışda görüşənə dək